Salam aleyküm hörmətli izləyicilər. Yeni nəsil iqtisadçı baxışı verilişinin növbəti buraxılışında sizləri xoş gördük. Bugün də sizlərin önündə çox maraqlı bir mövzu ilə müzakirəyə gəlmişik. Bugünkü qonağımız yenə də gənc iqtisadçı Rüfət Dəmirovdur. Qeyd edək ki, bugün sizlərlə belə deyək, müasir dövrdə çox maraqlı bir mövzu olan, hamını maraqlandıran yeni iqtisadi model, yeni iqtisadi quruluş haqqında olacaq. Bildiyimiz kimi biz əvvəllər tarix kitablarında bu model dediyimizə ictimai siyasi formasiyalar deyirdik. Amma bugün artıq müasir dildə desək bu model kimi adlanır. Yeni iqtisadi quruluş. Rüfət bəy, xoş gəlmisiniz. Salam müəllim, təkrar xoş gördük. Xoş gördük. Bu mövzu barədə yəqin ki, bir maraqlı müzakirəmiz olar. Məncə izləyicilərimiz belə səbirsizliklə gözləyirlər. Çünki birinci verilişimizdə də artıq müəyyən bir belə ipuclar verdik ki, bu kanalımızda, bu verilişimizdə daha çox iqtisadiyyat haqqında, keçən dəfə iqtisadiyyatın yeni tərifi haqqında danışdıq. Bu dəfə isə artıq o yeni iqtisadi modellərə giriş edəcəyik. İlkin fikriniz varsa? Müəllim, çox maraqlı mövzudur. Ümumiyyətlə, bir var klassik iqtisadiyyat, bir də var yeni iqtisadiyyat. Mən keçən dəfə də demişdim verilişdə. Yəni, iqtisadiyyat daim yenilənir, daim özünü inkişaf elətdirir və bir çox iqtisadi formasiya, iqtisadi model var və hal-hazırda da yeni bir iqtisadi quruluşdayıq. Və hətta yeni bir iqtisadi quruluşun başlanğıc mərhələsindəyik ki, bu gələcəkdə qlobal bir forma alacaq. Qlobal bir formadadır, amma daha da genişlənəcək. Yəni, hər kəs adını daha tez-tez eşitməyə başlayacaq məncə. Yəni, çox maraqlı bir mövzudur. Bax, elə bu mövzu elə demişkən, Rüfət bəy, bu yeni iqtisadi model, yəni bu nədir ümumiyyətlə? Belə sadə dillə biz izləyicilərimizə necə izah edə bilərik ki, yəni bu modelin əvvəlki modellərdən fərqi nədir? Məsələn, bildiyimiz kimi 5 model vardı. Model dediyimiz ictimai siyasi formasiya. Qoy mən onun da adlarını çəkim ki, yoldaşlar biraz xatırlasınlar. Bu ibtidai icma quruluşudur, quldarlıq, köləlik quruluşudur, sonra feodalizm, sonra kapitalizm, ondan sonra isə sosializm və kommunizm gəlir. Yəni 5, yəni bizə tarix kitablarında bu şəkildə öyrədiblər və biz sonra sosializm SSR dövləti bildiyimiz kimi dağıldı, kommunizmə də çata bilmədilər. Amma kapitalizm dövründə yaşayırıq bu dövrdə. Amma bax bu model kapitalizmdirmi, yox kapitalizmin doğurduğu bir şeydirmi, nədir və bu barədə bir qısa bir izah versəz çox yaxşı olar. Belə başlayayım müəllim. Ümumiyyətlə sosializm və kommunizm dağıldı. Bu Sovetlər İttifaqında var idi və dünyanın müxtəlif başqa ölkələrində də var idi ki, hələ də bu modeli qoruyub saxlamağa çalışan bəzi ölkələr var. Məsəl üçün Çin sosialist bir ölkədir. Yəni bu modeli qoruyub saxlamağa çalışırlar. Başqa ölkələr də var ki, köhnə iqtisadi modeli qoruyub saxlamağa çalışır, amma yəni Sovetlər İttifaqının onsuz da dağılmasına sürükləyən amillərdən biri də iqtisadi cəhətdən dayanıqlığın olmamasıdır. Yeni iqtisadiyyat yaranmışdı, kapitalizm var idi və Sovetlər İttifaqı bu quruluş qarşısında heç edə bilmədi, özünü ona uyğunlaşdıra bilmədi, dağılmağa məhkum oldu. Yəni bu Sovetlərin dağılma səbəblərindən biri idi və məndən görə ən əsas səbəbi idi. Daha sonra kapitalizm böyüməyə başladı, yəni kapitalizm artıq bir şüar halına gəldi. Kapitalizmdə nədən istifadə edildi? Kapitalizm sözündəki kapital sözü puldur. Tək pul da deyil, sənaye avadanlıqlarıdır. Yəni, sənaye avadanlıqlarına insanlar pul yatırırlar, sənaye avadanlığı olan adam da, yəni, belə dırnaq içində desək, lord olur. İqtisadi lord olur. Texnoloji avadanlıqları. Bəli, texnoloji avadanlıqları var və bu adam istehsal sənayesindən məşğuldur. İstehsal sənayesindən indi makro ölçüdən, mikro ölçüdən məşğul olanlar da var. Təbii ki, biz qlobal iqtisadiyyatdan danışdığımıza görə makro səviyyədən danışırıq. Siz sual verdiniz, bu modelin kapitalizmdir, yoxsa kapitalizmdən yaranıb mı? Təbii ki, hər model özünü digər başqa bir modelə yavaş-yavaş forma dəyişərək buraxır. Məsəl üçün, feodalizm özünü başqa bir modelə buraxdı, o model özünü kapitalizmə buraxdı. Məsəl üçün, burada söhbət nədən gedir? Kommunizmlə bərabərlikdən gedir. Bərabərlik modeli və yaxud da ki, modellər fərqli-fərqli ölkələrdə fərqli-fərqli cəryan edir. Məsəl üçün, biz kommunizmdə ola bilərik, digər ölkə kapitalizmdədir. Amma ümumi bir anlayış var. Ümumi anlayış nədir? Bilirsiniz ki, dünya iqtisadiyyatında ən əsas dövriyyə vasitəsi
dollardır. Yəni şirkətlər, ölkələr bir-birlərindən beynəlxalq dərəcədə alış-verişi dollarla edir. Və dollarla edirsə, dollara belə deyək, ağalıq eləyən kimdir? Amerikadır. Dollar Amerikandır və Amerika hansı quruluşdadır, hansı iqtisadi modeldədir? Təbii ki, kapitalizmdədir. Və kapitalizmi yaradan da bir növ Amerikanlılardır. Kapitalizmlə ən yaxşı istifadə edən də Amerikadır. Amerika Birləşmiş Ştatları kapitalizmlə ən yaxşı istifadə edən ölkədir. Bretton Woods konfransı var. Məsəl üçün 1944-cü ildə orada müəyyən qərarlar alınır. Bretton Woods tam ayrı bir məsələdir. Orada nələr oldu? Dolların marka yenə bağlanması məsələləri var. Amma Bretton Woods artıq 1970-71-ci illərdə öz gücünü itirdi, öz legitimliyini itirdi və dəyişməyə başladı. Onun dəyişməyə başlamasına kapitalizmin qızıl çağı deyirlər. Yəni belə bir termin, kapitalizmin qızıl dövrü idi orada. Müxtəlif Avropa ölkələri olsun, Şərqi Asiya ölkələri olsun, dəyişməyə başladılar və kapitalizmdən artıq tək ABŞ deyil, bütün dünya ölkələri faydalanmağa başladılar. İndi siz sual verdiniz ki, yeni iqtisadi modelə kapitalizm bənzəyirmi? Hə, müəyyən qədər bənzəyir, amma tam olaraq kapitalizm deyil və Yanis Varoufakis var, deməli Yunan iqtisadçıdır. Onun iddiasına görə kapitalizm ölür və onu öldürən öz içində yaranmış texnofeodalizmdir. Yəni burada texnofeodalizm anlayışı ortaya çıxmağa başlayır. Bulud sərmayəsi, bulud kapital anlayışları ortaya çıxmağa başlayır. Bunlar özləri öz ayrılığında çox maraqlı məsələlərdir. Yəni qısaca deyim, mən tam olaraq Yanis Varoufakislə razı deyiləm, kapitalizm tam olaraq ölmür. Amma kapitalizm öz gücünü itirir. Yəni forma dəyişdirir bir növ. Bəs burada Rüfət bəy bir maraqlı sual da alma gəldi. Yəni bu günlər biz iqtisadçı ekspertlərin yanaşmalarına baxanda nəyin şahidi oluruq? Və dünyada bildiyimiz kimi İslam dövlətləri də var. İslam iqtisadi modeli deyə bir anlayış da artıq illərdir ki, səsləndirilir. Məsələn, burada tutaq ki, Səudiyyə Ərəbistanıdır, İrandır, Türkiyə, Malaziya və digər dünyada olan İslam ölkələri, hansı ki, bir İslam iqtisadi modelini də adətən təşrif edirlər və bunun mövcudluğunu göstərməyə çalışırlar. Biz İslam iqtisadi modelinin kapitalizmindən və sizin dediyiniz o modeldən fərqləri nələrdir? Yəni bu gün onlar nə təşrif edirlər? Bu modelin əsasında nə durur? Müəllim, ümumiyyətlə belə bir şey deyim. İslam iqtisadi modeli, bəli, dediyiniz kimi İslam ölkələrində yayılmış bir modeldir. Yəni sadəcə o model tam olaraq varmı? Tam olaraq var deyə bilmərəm. Sadəcə bir nəzəri olaraq bir fikirdir və yaratmağa çalışırlar. Məsəl üçün burada yeni iqtisadi modeldə yox, ilk öncə köhnə iqtisadi modeldə, yəni köhnə dediyim kapitalizm, əslində o qədər köhnə deyil. Kapitalizmdə İslam ölkələrinin rolu nə idi? İqtisadi modelinin rolu nə idi? Məsəl üçün İslam ölkələri deyəndə ağla İran gəlir, Birləşmiş Ərəb Əmirlikləri gəlir, Türkiyə gəlir. Əsasən bu ölkələr gəlir bizim ağlımıza İslam dövlətləri deyəndə. Məsəl üçün Səudiyyə Ərəbistanını götürək, Birləşmiş Ərəb Əmirliklərini götürək. Bunlarda əsas qazanc mənbəyi nə idi? Yəni bunların əsas ixrac elədiyi mal nə idi? Neft və neft məhsulları idi, düzdürmü? Neft məhsullarını tam olaraq deyə bilməm, amma neft idi. Neft idi və bu ölkələr bundan asılı idi və buna görə öz iqtisadiyyatlarını qurmuşlar kapitalizmdə. Burada məsəl üçün neft niyə bu qədər dəyərləndi? Burada Ərəb baharı məsələləri var. Liviyanın bir anda Avropaya gedən boruları kəsməyə məsələləri var. O məsələlərdə inşallah bir gün danışarıq. Neft necə oldu, dəyər qazandı? Ərəbistanda və Ərəb ölkələrində, İranın özündə belə ən əsas gəlir mənbəyi ixrac etdikləri neftdən idisə, yeni iqtisadi modelin içində yaşıl iqtisadiyyat deyə bir anlayış var, alternativ enerji mənbələri var, innovasiya iqtisadiyyatı var. Yeni iqtisadi modeldə məsəl üçün Ərəb ölkələri neftdən asılılığını azaltmağa çalışırlar və alternativ enerji mənbələrini, neftdən asılılığı necə? Neftdən iqtisadi cəhətdən asılıdırlar. Yəni neft bu günlərim olmasaydı onlardan və yaxud da ki, nefti artıq satışı azalmağa başlasa, onların iqtisadiyyatında da bir ləngimə, bir durğunluq dövrü olacaq. Yəni başlayacaq iqtisadiyyatlar balacalaşa da bilər. Hətta neft və neft məhsulları, qaz olsun, bunlardan Rusiya da istifadə eləyir, Azərbaycanın özü də istifadə eləyir. Yeni iqtisadi modeldə İslam ölkələri, yəni bayaq da dediyim kimi,
gəlirlərinin əsas mənbəyi olan neftdən imtina etməyə çalışırlar və alternativ enerji mənbələrinə yönəldir. Öz iqtisadiyyatlarını neftdən daha az asılı formaya salmağa çalışırlar. Yəni yeni iqtisadi modeldə budur. Bunlar müxtəlif yatırımlar eləyirlər, müxtəlif investisiyalar yatırırlar fərqli şeylərə. Yəni bunların içində alqoritmalar da var, süni intellektin özü də var, müasir texnologiya var. Məsəl üçün müasir çiplər var. Bunlara yatırım eləməyə başlayıblar. Maraqlıdır. Çox maraqlıdır. Rüfət bəy, növbəti sualım nədən ibarətdir? Bu yeni iqtisadi modelin qlobal təsirləri nələr ola bilər? Və məsələn, o bayaqlarda vurguladığınız kimi İslam iqtisadi modeli də var. Bu İslam iqtisadi modelinin kapitalizmdən əsas fərqlərindən biri də odur ki, burada faizə dayalı sistem yoxdur. Məsələn, bildiyimiz kimi kapitalizmin əsası mayası faizlə tutulur. Bəli, bəli. Yəni bu ta əvvəlindən belədir. Biz bunu bilirik ki, maliyyə bazarlarında da bu gün bəzən belə bir fikir var. 5 manat, 50 manat kimi görsənir dövrədə olan bir köpük iqtisadiyyat deyilir buna. Biz bunu ipoteka böhranında gördük məsələn. Bugün də o davam etməkdədir. Yəni məsələn, törəmə maliyyə alətlərinin o şəkildə istifadə olunur ki, bazarda olan 100 manat gəlib 1000 manata çıxır. Real bir ehtiyac yarandıqda pulu sahibi çəkmək istəyəndə ortadakı 900 manat yoxa çıxmış olur. Ona görə buna köpük iqtisadiyyatı deyilir. İndi bu yeni iqtisadi model qlobal təsirləri nə olacaq? Və bu İslam iqtisadi modeli ilə belə deyək, kapitalizmlə bunun arasında olan modeldirmi? Yəni bu necə düşünürsünüz, yəni qlobal təsir barədə? Yeni iqtisadi model ümumiyyətlə anlayışı nə vaxt yaranmağa başladı? Mən ilk öncə bundan başlayım. 2008-ci ildə qlobal maliyyə böhranı oldu. Qlobal maliyyə böhranında böyük şirkətlər, böyük banklar deyə bunlar dəyər itirməyə başladılar. Maliyyə böhranının da bir çox səbəbləri var idi. 2008-ci ildə məsələn maliyyə böhranı oldu. Başladı dünyanın aparıcı ölkələrində, inkişaf etmiş ölkələrində və şirkətlərində təhvil çanları salmağa. Yəni həyəcan siqnalı verilməyə başladı ki, nə olur? Yəni pul hara gedir? Yəni necə olacaq? Başladı bir çox böyük şirkətlərdə işçi ixtisarları elədilər, ehtiyac olmadığını. Çünki şirkət bilirsiniz, orada tələb anlayışı var. Tələb anlayışı düşmüşdü. Yəni 2008, 2007, 2008, 2010-cu ilə kimi bu davam etdi. Tələb anlayışı, tələb düşmüşdü deyə şirkətlərin daha çox istehsala bir ehtiyacı yox idi. Daha çox istehsala olmayan şirkətində belə əməyə ehtiyacı yox idi. Belə oldu, böyük şirkətlər həyəcan təhvili çalmağa başladılar və təbii ki, böyük şirkətlər həyəcan təhvili çalırsa, yəni onların təmsil etdiyi ölkələr də həyəcan təhvili çalmağa başladı. Burada Dünya Maliyyə Bankı nə etdi? Başladı böyük ölçüdə kreditlər verməyə. Yəni Dünya Bankı başladı böyük ölçüdə kreditlər verməyə ki, bir iqtisadiyyatı yenidən canlandırsın, yenidən şaxələndirsin. Böyük şirkətlərə bunu verdi, amma Dünya Bankı bunu verəndə yəni düşünmədi ki, burada tələb anlayışı onsuz da yoxdur. Yəni tələb yoxdursa, böyük şirkətlərə kredit verməyin nə mənası var? Yəni bundan öz şəxsi həyatları üçün istifadə edən şirkətlər də oldu, öz şəxsi mənfəətləri üçün deyək. Yəni yatlar aldılar, böyük binalar tikdirdilər, böyük binalar aldılar. Yəni belə kriptovalutalara pul yatırmağa başladılar və bu yatırımlar da yəni dünya iqtisadiyyatına təsir eləmirdi. Yəni dünya iqtisadiyyatının şaxələndirilməyinə təsir eləmirdi. Yəni amma burada başqa şirkətlər var idi ki, bu şirkətlər texnologiya şirkətlərdir. Texnologiya şirkətləri bunlar o pulu götürdülər və çox yaxşı şəkildə istifadə etməyə başladılar. Yəni hal-hazırda məsəl üçün Amerikanın böyük nəhəng Big Tech deyək 7 şirkəti var. Məsəl üçün bu 7 şirkəti məsəl çəkmək olar, Apple olsun, Meta olsun, Amazon olsun və ya digərləri. Başladılar, bundan ən yaxşı istifadə edənlər bu şirkətlər oldu və hətta belə bir Yanis Varoufakis'ə görə deyir ki, onun iddiasıdır. Deyir ki, Mark Zuckerberg'in xərclədiyi və yaxud da qazandığı hər 10 dollardan 9-u Mərkəz Bankına aiddir. Yəni çox maraqlı bir şeydir. Mərkəz Bankı verdiyi investisiyanı, verdiyi buna krediti görün nə formada istifadə edibdir ki, o 10 dollardan 9-u ona aid. Görün nə qədər böyükdür öz şirkətinə. Bəli, qlobal təsirləri də qlobal ölçüdə bir sistem yaradıldı. Qlobal ölçüdə bir sistem. Burada məsələn bu qlobal demişkən tez-tez məsələn
əvvəlki dövrdə də Amerika prezidentidir, Avropa prezidentləri və s. bunlar New World Order deyirlər, yeni dünya düzəni. Yəni bu elə həmin odurmu? Yəni belə yeni dünya düzəninin modeli, onların o nəzərdə tutulan bu gün? Müəllim, bu biraz daha fərqli məsələdir əslində. Belə deyək, burada tək iqtisadiyyat deyil, burada güc kimdədir məsələsi var. Yəni güc kimdədir? Burada qütbləşmə var, qloballaşma var. Məsəl üçün keçən dəfəki bizim verilişimizdə də demişdim, bir tərəfli bir dünya var idi. Bu bir tərəfli dünya, bir qütblü dünyada Avropa və Amerika idi söz sahibi. Amma hal-hazırda gedən proseslərdə yeni dünya düzəni adlandırılan prosesdə, yəni Amerika və Avropanın yeni dünya düzəninə rəhbərlik eləməyi Sovetlər İttifaqının dağılmasından sonra daha da sürətlənmişdi. Onlar daha çox rəhbərlik, söz sahibi bu ölkələr idi. Sovetlər İttifaqı öz gücünü itirməyə başlayandan sonra söz sahibi bunlar idi. Yəni o Bretton Woods-dan sonra da hətta götürə bilərik. Yəni tək qütblü bir dünya var, sistem var idi. Özünü doğrultmalıdır. Artıq Çin ortaya gəldi və istər-istəməz iki qütb oldu və proseslər getdikcə ümumiyyətlə o görsənir ki, regional qütblər də yarana bilər. Yəni bu yenə də iki olmaya bilər və s. belə demək istəyirsiniz yəqin. Belə deyim də müəllim, bir qütblü dünyada söz sahibi Avropa və ABŞ idi. Dollar, avro onların idi, beynəlxalq dövriyyə vasitələri onlar idi. Yəni bir ölkə digər ölkədən dollarla nəyisə alırdı. Hal-hazırda yeni yaranan bu düzəndə yəni fikir verirəm, baxırsınız ki, Rusiya və Çin, Rusiya və Hindistan öz aralarında dollarla ticarətini imtina edirlər. Yəni bu da o yaranmış, o köhnədən strukturu, bir gücü olan bir nizama, bir düzənə qarşı gəlmək idi. Yəni burada məsəl üçün bu həm siyasi arenada da özünü göstərir, hərbi arenada da özünü göstərir. Məsəl üçün Rusiya-Ukrayna müharibəsi yeni dünya düzəninə başlama prosesi idi. Hətta Rusiyanın 2014-cü ildə Krımı işğal eləməyi də bu prosesə başlanğıc kimi göstərmək olar. Daha sonra məsələn indi Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə başladı. Yeni dünya düzəninə yəni praktik olaraq bir giriş elədilər onlar. Yəni bir qütblü dünya yoxdur. Bizdə varıq və biz də söz sahibi ola bilərik. Yəni burada Çinin iqtisadi cəhətdən güclənməyə məsələsi var. Çinin iqtisadi cəhətdən güclənməyi də yeni dünya düzəninə həqiqətən Rusiya ilə birlikdə başqa ölkələr də var təbii ki burada. Amma ən əsas Rusiya və Çini götürürlər. Çin iqtisadi güc olaraq, Rusiya hərbi güc olaraq bir necə deyək, bir mühüm bir obraz kimi, bəli. Bir blok kimi. Bir blok kimi Rusiya və Çin yəni əsas götürülür. Zaten Şanxay sazişində bunların birləşməsi məsələləri var. Bəli, o BRICS təşkilatı yaratdılar. Onlar BRICS pul vahidini çıxarmağa cəhd eləyirlər. İndi o gün məsəl üçün baxırdım, Rusiya prezidentinin əlində BRICS pulu var idi. Belə nümunə olaraq BRICS pulu var idi və deyirlər ki, bir BRICS pulu 5 dollara bərabərdir. Yəni bu dollara birbaşa hücum deməkdir. Və hətta hal-hazırda gedən münaqişələrdə köhnə dünya düzəni dediyimiz Avropa və ABŞ-ın öz gücünü itirməyə başlaması ilə bağlıdır. Yəni yeni dünya düzəni yaranır, onlara meydan oxuyur və onlar öz gücünü itirmək istəmirlər. Məsələ budur. Hal-hazırdakı baş verən bütün iqtisadi, siyasi, hətta sosial proseslərin əsas səbəbi budur. Yeni dünya düzəni və köhnə dünya düzəni arasındakı mübarizə. Yeni iqtisadiyyatın da burada rolu nədir? Məsəl üçün mən ABŞ-dan danışdım, Big Tech şirkətlərdən danışdım. Amazon olsun, Apple olsun, Meta olsun, Google olsun, alfabet deyirlər bu arada Google-a. Bu şirkətlər dünyanı algoritmə cəhətdən, kapital cəhətdən idarə edən, bulut kapitali deyə bir anlayış var. O cəhətdən idarə edən ölkələrdir. Məsəl üçün biz Google-a giririk, nə axtarırıqsa Google-dan axtarırıq, nə axtarırıqsa YouTube-a baxırıq, bunlar hamısı hardadır? O köhnə dünya dediyimiz elə Amerika. Köhnə dünya deməyək, yəni hal-hazırki dünyamız Amerikadadır. Yəni dünyanın idarə edənlərin əlindədir. Zaten Meta olsun, bizim qarşımıza çıxan hər şey, məsəl üçün onlar algoritmalarla idarə edir və tələbi süni şəkildə özləri yaradır. Sənin arzuladığın şeyi sənə yeridirlər ki, sən bunu arzulamalısın və sən həqiqətən onu arzulayırsan. Daha sonra bundan götürürlər, öz istehsalları üçün, öz mənfəətləri üçün istifadə etməyə başlayırlar. Bunlar çox maraqlı məsələlərdir. Maraqlı məsələ. Elə bu yer gəlmişkən, bu yeni iqtisadi modelin sosial təsirləri haqqında sual vermək istəyirdim Fəth bəy. Bu artıq bu model getdikcə oturuşduğu zaman bunun
cəmiyyətə təsiri necə olacaq? Yəni siz məsələn bir məsələni qeyd elədiniz ki, yəni artıq bu modeldə elə bir sistemlər yaranır ki, müəyyən qüvvələr tələb də yarada bilirlər. Demək ki, istənilən tələbi yaradıb ona uyğun yönləndirmə də aparılacaqdır. Yəni bu sosial təsir, mən məsələn əvvəlki dövrlərdə bəzi o texnologiyanın təsirindən istifadə edə bilirik ki, 26-cı kadr məsələsi var, alt şürə təsir, gözün olması və ondan sonra eşitmədə və s. bəzi texnologiyadan istifadə edib o yönləndirmə halları da var. Məsələn, müəyyən məhsulların satışında və s. bəzi şirkətlər də bunu istifadə elədiyi haqqında məqalələr oxumuşam. Yəni, bu yeni iqtisadi modeldə bu sosial təsirləri necə görürsünüz? Yəni, bunun nəticəsi nə ola bilər? Yeni iqtisadi modeldə sosial təsirlərə başlamamışdan öncə mən biraz keçmişə getmək istəyirəm. Məsəl üçün, bayaqlarını dedim, kapitalizmin qızıl dövrü, Amerikanın sürətlə, Avropanın sürətlə inkişafından danışdıq. Biz iqtisadi cəhətdən böyüməklərindən danışdıq. Orada sənaye müəssisələri öz mallarını necə Avropa, necə Asiya bazarına çıxarmağı bacardılar. Burada sual ortaya çıxır. Necə çıxarmağı bacardılar? Amerikanın istehsal etdiyi məhsullar necə oldu ki, bir anda Avropada, Asiyada və ya başqa qitələrdə populyar olmağa başladı? Yəni burada məsəl üçün sosial təsirlərdən danışırıqsa, Amerika çox maraqlı bir silahdan istifadə elədi. Yəni bu silah bizim bu gün də baxdığımız Hollywood filmləridir. Onlar Hollywood filmlərindən istifadə edərək Avropada və bütün dünyada, ümumiyyətlə bütün dünyada bu belə olmalıdır. Yəni biraz necə deyim, biraz səviyyəli adam deyək də, biraz səviyyəli adamlar McDonald's yeməlidir, biraz səviyyəli adamlar falan geyimi geyməlidir. Yəni belə anlayışları onlar Hollywood filmləri ilə bizim beynimizə salmağa başladılar. Yəni o bizim sosial algımızı dəyişdirməyə başladılar. Məsələn, Hollywood filmlərindəki müəyyən qeyri-etik hərəkətlər falan da hal-hazırda görürük ki, məsələn, Azərbaycanda da, Türkiyədə də, başqa ölkələrdə də bunları eləməyə çalışırlar. Onlar nə edirsə, onu təkrarlamağa çalışırlar. Yəni, burada itirən bizi, öz sosial dəyərlərimizi, öz mənəvi dəyərlərimizi itirməyə başlamışıq. Ki, məncə biz bunun qarşısında durmalıyıq, güclü durmalıyıq. Çünki bir milləti digər millətdən fərqləndirən əsas cəhət onun idealıdır, onun dəyərləridir. Yəni, biz bunun çox gözəl önündə durmalıyıq. Bəli. O bizim keçənlərdə cənab prezidentin onunla bağlı çox ifadəsi həqiqətən də bir xoş təsir bağışlayır ki, yəni biz Avropanın müsbət dəyərlərini götürmək daha yaxşı olar. Çünki bizim özümüzün zaten bir tarixi dəyər, bizim bir əcdadımız var, milli mənəvi dəyərlərimiz var. Onlar bizdən nümunə götürsünlər, amma təəssüf ki, bunu dediyiniz o alətlər vasitəsindən gənc nəsildə, millətdə biraz onun qurbanına çevrilir. O dediyiniz o filmlərə baxmaqla istər-istəməz, həm bunun içərisində cizgi filmlər də var. Siz dediyiniz, məsələn, orada bir neçə cizgi film var ki, bilirsiniz, araşdıranda bunu hər kəs tapa bilər internetdən də. Onlar da uşaqlara belə təsir göstərir, onların yönləndirməsi. Bugün baxsan cizgi filmlərinin əksəriyyətində nə görürsən? Sanki elə bil yemək şeyləri, içmək şeyləri, elə bil ki, hər ölkənin özünün artıq cizgi filmində hiss edirsən ki, bunlar nəyə, uşaqları gələcəkdə hara yönləndirəcəklər? Ona görə çox qəribə bir dönəmə gəlib çıxmışıq. Bəli, müəllim, təbii ki. Yəni cizgi filmi dediniz, məsəl üçün mənim burada Stiglitzin fikri yadıma düşdü. Joseph Stiglitz bir iqtisadçının, tənqidi bir iqtisadçıdır. Yəni onun sözü yadıma düşdü. Deyir ki, bəli, Nobel mükafatı alıbdı, bəli. Yəni onun bir məqaləsi yadıma düşdü mənim. Mənim adım Kapitalizm adlı məqaləsində deyir ki, mən sizin uşaqlarınızı Barbie oyuncaqları ilə böyütdüm. Mən sizin uşaqlarınızı Barbie oyuncaqları ilə böyütdüm ki, onlar böyüdükdə öz xarici gözəlliyini bəyənməsin və estetik əməliyyatlara minlərcə pul xərcləsin. Yəni Barbie oyuncaqların fikri hardan gəldi? Barbie deyə bir cizgi filmi də var. Yəni oradakı o personajı götürüb oyuncaq halına salıblar və Barbie oyuncaqları var. Yəni bizim qızlarımız onunla böyüdürlər və hal-hazırda da bilirsiniz, bizdə ümumiyyətlə qlobal bir problemdir. Estetik əməliyyatlara minlərlə pul xərcləyirlər, yəni boş pullar xərcləyirlər. Yəni qadınlar özlərini yəni belə dırnaq içində desək, fərqli bir formaya salmağa çalışırlar. Hər kəs eyni görünməyə çalışır. Ya Barbie oxşamağa çalışırlar, ya da ki, belə onlara bir qəlibləşdirilmiş qərb tərəfindən, yəni o Hollywood filmləri tərəfindən qəlibləşdirilmiş bir qadın obrazı var. Yəni ona uymağa çalışırlar. Yəni, bu kişilərimizdə də belə təəssüf ki, qadınlarımızda da belədir və bu da sosial bir təsirdir. Yəni bunlardan o vaxt Hollywood filmləri vasitəsilə
Amerika istifadə eləyirsə, bizdə yeni alğılar yaratmağa çalışırdısa, hal-hazırda bizim istifadə etdiyimiz platformalar, mobil tətbiqlər, məsəl üçün TikTok olsun, YouTube olsun, Instagram olsun, başqa platformalar vasitəsilə bizim sosial alğımızı dəyişdirməyə davam edir və hətta Hollywood filmlərindən daha təhlükəli formadadır bu. Məsəl üçün bir filmə insan gündə 1 saat, 2 saat baxırdısa, indi telefon 7/24 hər birimizin əlindədir və o sosial platformalarda da gəzişməyə başlayırıq və orada qarşımıza yəni onların yaratdığı alqoritma, onların yaratdığı fikirlər çıxır. Yəni bunlar bizi idarə eləyir və bizim sosial... Burada çox maraqlı fikir gəldi Rüfət. Belə çıxır ki, mən o başda qeyd elədiyim o 5 ictimai siyasi formasiyalar ki vardı. Birinci deməli ibtidai icma quruluşu, sonra quldarlıq quruluşu gəlir, sonra feodalizm, sonra kapitalizm, sonra sosializm və kommunizm. Belə çıxır ki, əslində bu yeni doğan bu sistemdə sanki biraz kölələşməyə də doğru gedir. Yəni quldarlığın biraz başqa forması gəlir. Yəni insanlar əvvəllər fiziki olaraq quldarlıq quruluşunda fiziki olaraq müəyyən bir şeylərin köləsi idilərsə, orada işlədilirdi və s. Qul kimi bazarda satılırdı. İndi isə artıq mənəvi olaraq bir köləyə çevrilmiş olurlar. Yəni düşüncə əsrinə çevrilmiş olurlar. Yəni bunun sanki doğurduğu şeydən bu görsənir. Bəli, müəllim. Ümumiyyətlə texnofeodalizm anlayışda tam olaraq elə sizin qeyd etdiyiniz məsələ, yəni doğru anlamısınız. Yəni texnofeodalizm və ya quldarlıq. Yəni bunlar hardasa eyni şeylərdir. Məsəl üçün kapitalizmdə sənaye sahibləri idisə, lordlar, söz sahibləri, hal-hazırda bulut kapitalı deyə bir anlayış var, cloud capital anlayışı. Yəni mən ondan sual verəsiydim, elə tam o məqama çatdıq ki, yəni bugün çox gənclərdən eşidirik və bu yeni iqtisadi modeldə tanınmış belə də terminlərdən biridir. Bu bulut kapitalını biraz içərisinə daxil olsaq Rüfət bəy. Yəni bulut kapitalı ümumiyyətlə nədir? Bu nə anlam verir? Bu barədə sadə dildən bir izah eləsə çox yaxşı olardı. Bəli, müəllim, bu sual da çox maraqlı bir sualdır. Yəni bulut kapitalı necə oldu, yaranmağa başladı? Bayaq danışdığım 2008-ci il maliyyə böhranından sonra bu Big Tech ölkələri, bu Mərkəz Bankının kredit verdiyi ölkələr başladı bulut kapitalına sərmayə yatırmaq. Bulut kapitalı nə idi? Bulut kapitalı bizim gündəlik davranışlarımızı, davranış iqtisadiyyatı məsələsi var bu arada. Bizim gündəlik davranışlarımızı, hisslərimizi, zövqlərimizi öyrənən və bu zövqlər əsasında bizə təkliflər hazırlayan bir şeydir. Yəni bulut kapitalı bizi öyrənir. Yəni bizim hər şeyimizi öyrənir, bizim düşüncələrimizi öyrənir, bizim fəlsəfi yanaşmalarımızı öyrənir, bizim həyat baxışımızı öyrənir. Yəni bulut kapitalı. Bulut kapitalı da nə vasitəsilə olur? Bizim istifadə elədiyimiz telefonlar olsun, bizim baxdığımız filmlər olsun. Yəni bunlar vasitəsilə bizim bir növ öz beynimizi, düşüncələrimizi oxumağa çalışırlar. Yəni, bulut kapitalı deyəndə bu nəzərdə tutulur və bulut kapitalına sərmayə yatırmaq deyəndə bu nəzərdə tutulur. Bulut kapitalı da elə texnofeodalizmin şah damarıdır. Texnofeodalizm anlayışının şah damarı. Bu çox maraqlı bir məqama toxunduq. Yəni əslində bu çox geniş mövzudur. Biz irəlidə ümumiyyətlə bulut kapitalından daha geniş danışa bilərik. Məsələn, indi siz dedikcə mənim ağlıma gəlir. Məsələn, bəzən nədənsə danışırsan, hansısa bir yeməkdən mi danışırsan və yaxud da ki, bir tibbi bir şeydən mi danışırsan, baxırsan ki, qarşısına onun reklamı çıxdı. Demək ki, bizi Facebook vasitəsilə və yaxud da Instagram vasitəsilə dinlənir, həmin o buludda olan texnoloji prosesini və bizim artıq ehtiyacımız öyrənir, dərhal bizim elə önümüzə o reklamı çıxardır. Yəni bu da o bulud kapitalının demək nəticəsidir. Bəli, təbii ki, yəni o çox maraqlı o kimləsə telefonla danışırsan, danışanda deyirsən ki, məsəl üçün yadıma sushi düşüb, məsəl üçün filan yeməyə düşübdür. Girirsən hansısa bir platformaya, videoları çevirirsən, 3-cü videoda çıxır ki, həmən yemək çıxır. Yəni ömründə çıxmaza ilə verir, məsəl üçün. Çox maraqlı bir şeydir. Yəni, bizim biliklərimizi bizdə öyrənib, bizə qarşı istifadə edirlər. Yəni, bizə qarşı təkliflər hazırlayırlar. Texnofeodalizm ində şah damarıdır. Niyə? Çünki Metadır, Alibabadır. Elə o texnofeodalizm demişkən, onu da bir atsaz yaxşı olardı. Rüfət bəy, yəni mənim zaten növbəti sualım elə olasıydı ki, bu texnofeodalizm özü nədir mahiyyətcə? Yəni necə ortaya çıxdı və o Varoufakis'in bu ifadə elədiyi termin nə ilə əlaqədar? Necə oldu ki, o birdən bu nəticəyə gəldi ki, bugünkü quruluşa texnofeodalizm demək olar? Belə deyim. Həm də məsələn texnokapitalizm də demir. Niyə məhz texnofeodalizm və ya texnoquldarlıqdır? Yəni bunu bir Yəni kapitalizmdə bayaq dediyim kimi kapitalizmdə əsas güc,
hani kapitalı olanların əlində isə, kapital deyəndə də burada istehsal avadanlıqları nəzərdə tutulur. Yəni texnolojik istehsal avadanlıqları olanların əlində idisə, texnofeodalizmdə də məsələ belə deyil. Yəni məsələ avadanlıq məsələsi deyil. Burada feodalizm məsələsi nədir? Yəni bulud kapitalı kimdədir, informasiya kimdədirsə güc ondadır. Güc ondadır. Burada artıq torpaq girir məsələyə. Yəni feodalizmdə torpaq mülkiyyət məsələləri var idi da. Yəni texnofeodalizm deyir ki, yəni texno mülkiyyət, texno torpaqlar, texnoloji torpaqlar. Texnoloji torpaq deyəndə də nə nəzərdə tutulur? Meta olsun, Amazon olsun, Microsoft olsun. Yəni bunlar deyir ki, torpaq ağalarıdır. Texno feodalist torpaq ağalarıdır deyir. Yəni lordlardır bunlar deyir. Yəni Varoufakis'ə görə bu belədir. Texnofeodalizm bu deməkdir. Yəni texnokapitalizm demir. Yəni torpaq məsələsinə görə burada böyük yer tutur. Çünki məsəl üçün baxsız Microsoft özü bütün dünyada istifadə olunur. Bu gün belə çıxır ki, onda süni intellektin ortaya çıxması da elə onun nəticəsidir. Yəni bulud kapitalının formalaşması və bu gün insanları daha çox onu maraqlandıran suallar bu gün demək olar ki, uşaqlarımız ChatGPT-dir, ondan sonra Microsoft'un Copilot və s. Və yeni süni intellektlər çıxır və burada bir mübarizə baş verir və ən son Çinin artıq dövrəyə buraxdığı yeni bir süni intellekt, deyəsən DeepSeek, bəli. DeepSeek, yəni bu da artıq səhvimsə artıq maliyyə bazarlarında süni intellektdə Amerika bazarında 1 trilyon bir itirmə baş verir, dəyər itirmə. O barədə bir qısa. Dünyanın ən böyük şirkətlərindən biri olan Intel olsun, Nvidia olsun, bunlar 3-4% yəni dəyər itirməyə başlamışlar. Yəni burada bayaq dedim, məsələn 2008-ci ildə Mark Zuckerbergdən danışdıq, Amerikadakı Big Tech-dən danışdıq. Yəni bunlar nəsə eləyəndə Çin orada boş dayanmır. Yəni Çin də nəyisə inkişaf elətdirməyə başlayır. Yəni Çin də eyni şəkildə yatırımlar eləməyə başlayır. Yəni burada ən bariz nümunə kimi məsəl üçün Alibabanı götürə bilərik. Və yaxud da ki, sosial platformalardan TikTok'u götürə bilərik. Yəni Çin də başlayır Amerikadakı o bulud kapitalı ilə rəqabət apara biləcək özünə məxsus bir bulud kapital anlayışı formalaşdırmağa başlayır. Yəni burada müəyyən məsəl üçün Alibabanı götürək, dünyanın ən böyük vasitəçi deyək də, ticarət şirkətlərindən biridir. Onlayn e-ticarət deyirlər buna. Şirkətlərindən biridir. Yəni Amerika orada nəsə eləyəndə, yəni bu hər müstəvidə dünyasında, istər siyasi, istər iqtisadi, istər hərbi. Amerika orada nəsə eləyəndə, Çin də orada onlarla uyğunlaşa biləcək, onlarla ayaqlaşa biləcək bir şey eləyir və hətta hal-hazırdakı dövrdə, yəni Amerikanın ən böyük rəqibi Çindir, amma məncə bir 10 ildən sonra Çin Amerikanın özünə rəqib olaraq görməyəcək. Yəni çox maraqlı proseslər baş verir. Texnofeodalist lord deyəndə təkcə Amerikadakı o böyük şirkət sahibləri nəzərdə tutula bilməz məncə. Burada Çinin də rolu var. Təbii ki, Çində, Amerikada daha azad bazardır. Çində biraz daha dövlət idarəsində olan bir bazardır. Amma Amerikadakı o azad bazar əslində bu texnofeodalist mühitdə Amerikanın özünə, o şirkətlərin özünə o qədər də inkişaf etmə fürsəti vermir. Amma Çindəki dövlət təməlli bazar onları daha da çox inkişaf elətdirir. O da çox maraqlı bir yanaşmadır. Yəni niyə görə dövlət bu texnofeodalist lordları idarə edəndə onlar daha çox inkişaf eləyir. Məncə bu məlumatla bağlı, insanlar barəsində məlumatlarla bağlıdır. Amma Amerikada azad bazarıdır, onlar Çindəkinə nisbətən daha az tərəqqi edir. Çox maraqlı izahlar verdiniz, təşəkkür edirəm sizə. Bu son olaraq bir sual vermək istəyirəm. Bax, belə bir dönəmdə, bu texnofeodalizm dönəmində sanki belə görsənir ki, dünya dövlətləri və təbii ki, iri dünya dövlətləri, inkişaf etmiş ölkələr bir-birləri ilə həqiqətən də bir yeni müharibənin yeni bir versiyasını tətbiq edirlər. Bizim görmədiyimiz aləmdə, buludlarda, belə də texniki cəhətdən mübarizə gedir. Həm biz bunu kosmik arenada da görmək olar. Məsələn, Amerikanın bugün Space şirkətinin yəni belə deyək ki, kosmosa qaldırdığı peyklər və s. həm internetlə bağlı, eyni zamanda Çinin də və s. Yəni sanki bu mübarizənin yeni növü baş verir və bildiyimiz kimi Türkiyə də burada öz sözünü deməyə çalışır. Bəs Azərbaycanı nə düşünürsünüz? Yəni bizim ölkəmizin buradakı duruşu necə olmalıdır? Yəni biz dövlət olaraq və millət olaraq, vətəndaş olaraq nə etməliyik? Yəni bu proseslərdə bu yeni texnofeodalizm dövründə uduzmayaq.
Yəni biz də dövlət olaraq, millət olaraq qalaq və öz yerimizi saxlaya bilək. Necə düşünürsünüz bu barədə? Belə düşünürəm ki, müəllim, ümumiyyətlə Azərbaycan biz millət olaraq bizi fərqləndirən bayaq da dediyim kimi müxtəlif amillər var, müxtəlif sosial amillər var. Birinci növbədə biz öz kimliyimizi itirməməliyik. Yəni istənilən təsirə rəğmən biz öz kimliyimizi qoruyub saxlamalıyıq və güclü bir duruş sərgiləməliyik. Yəni yaxın zamanlarda bizim prezidentimiz və Çin prezidenti görüşdü. Yəni orada müəyyən müqavilələr bağlandı. Yəni bu bizim ölkəyə yəni kapital axımı deməkdir. Yəni Çin kimi bir böyük ölkənin, texnofeodalist cəhətdən güc sahibi olan bir ölkənin, dünya cəhətdən iqtisadi bir güc sahibi olan bir ölkənin Azərbaycanla müqavilə bağlamağı təbii ki, bizim iqtisadiyyata müsbət təsirlər göstərəcək. Amma biz burada bayaq dediyim kimi diqqət eləməliyik ki, öz dəyərlərimizi itirməyək, öz mənəvi dəyərlərimizi itirməyək. Təbii ki, iqtisadi cəhətdən faydaları olacaq. Amma məsəl üçün bu sosial platformalara, yəni bunlara çox da vaxt ayırmaq olmaz. Bilirsiniz, müəllim, mən yazdığım məqalələrdən birində də qeyd etmişəm. Mən deyirəm, yazmışam ki, mən üsyan edirəm ki, Dostoyevskini, Tolstoyu tanımayan bir nəsil yetişir. Yəni bir gənclik yetişir və bu nəsil yaradıcılığı yoxdur. Biz küçədə, yer tapdığımız hər yerdə oyun oynamağa çalışırdıq və bu oyunlar öz yaradıcılığımızın məhsulu idi. Amma hazırda algoritmalar oyunları hazır şəkildə uşaqlara təqdim edir və yaradıcılığa ehtiyac yoxdur. Xüsusən bax, siz dediyinizə tam şəkildə razıyam. Süni intellekt bu gün demək olar ki, övladlarımızda yaradıcılıq qabiliyyətini tamamilə öldürüb. İstənilən nəsə bir şey üçün həmən yazırlar, ChatGPT-də suala cavab verir. Hətta bu yaxında bir ev layihəsindən bağlı da baxdım, yazdı bir yoldaş ki, deyir, neynirsən gedib bəs eskiz layihə düzəldən, yaz sual, həmən neçə otaqlı istəyirsən ona qədər verir. Yəni bu gün istənilən bir rəsm əsəri olsun, istənilən bir slaydın hazırlanması olsun, artıq bu yaradıcılığın siz demiş, artıq getdikcə öldüyünü şahidi olmaq olar bəlkə. Yəni yeni nəsil artıq o texnologiyadan asılı, tam asılı vəziyyətdə qalır. Bəli, eynən. Yəni biz də o dediyiniz məsələn milli mənəvi dəyərlərimizi itirməmək, bu çox çətin bir işdir. Çətin bir işdir, çox çətin bir işdir. Yəni çox güclü millət olaraq fərqindəliyimiz artmalıdır. Yəni bizim onsuz da keçən dəfəki mövzumuzda indi bu mövzuları biz danışırıq. Yəni bunların çox dərinliyinə girmirik. Çalışdığımız qədər terminlərdən istifadə eləmirik. Daha sadə dildə izah etməyə çalışırıq ki, bizə izləyənlər də bunu başa düşsün. Yəni keçən dəfəki verilişdə də dediyim məsəl üçün gənclərin iqtisadi savadlılığının artırılması. Yəni tək gənclərin iqtisadi savadlılığı artırılmaqla deyil. Yəni mənəvi cəhətdən də bir bazası olmalıdır insanların. Yəni bu olsa, yəni biz istənilən xarici və ya daxili proseslərə sinə gələ biləcək bir millət ola bilərik. Çox gözəl qeyd elədiniz. Çox sağ olun Rüfət bəy. Həqiqətən də çox maraqlı bir müzakirə oldu. Dəyərli izləyicilər, bu günləri çox maraqlı bir mövzunu müzakirə elədik və yeni nəsil iqtisadçı baxışı verilişinin bugünkü mövzusunu da sona çatdırdıq. Verilişimizlə bağlı fikirlərinizi, şərhlərinizi şərhlər bölməsində bölüşə bilərsiniz. Əgər bir sualınız olsa, sizi irəlidə maraqlandıran hansısa bir mövzu olsa, bizlərə yazmağı unutmayın. Həmçinin kanalımızı da bəyənib izləməyə davam edin. Yer gəlmişdən onu da qeyd edim ki, Rüfət bəy özü bugünkü danışdığımız mövzunun linklərini videonun açıqlama hissəsində qeyd edəcək. Yəni siz bu mövzu barədə daha ətraflı şəkildə məlumat əldə etmək istəsəz, o linklərdən də istifadə edə bilərsiniz. Belə verilişimiz sona çatdı. Çox sağ olun Rüfət bəy. Təşəkkür edirəm. Sağ olun yoldaşlar. İnşallah növbəti verilişlərdə görüşənədək.